Düzgün qeyd elədiniz. Deməli, bizdə də eyni məsələlər bizim ailədə də təkrarlanır. 2 az yaşlı övladım var və bu dediyiniz qudurğanlıq deyək də, belə kobud səslənsə də, amma həqiqətən demək olar ki, təkcə yəni, özümüzdən danışmıram. Övladım, ətrafımızda olan ailələrdən hər kəs, bütün valideynlər hal-hazırda yəni, bundan şikayətçidirlər deyək. Amma məsələ bundadır ki, bunun günahkarı kimdir? Bunu axtarılmır, bu tapılmır. Sadəcə olaraq hamı bir-birini qınayır. İndi siz məsələn deyirsiniz, əgər nənə baxırsa, nənəni günahkar bilirik. Ana baxırsa, ananı günahkar bilirik. Dayıya baxır, dayəni günahkar bilirik ki, yəqin hardasa düz eləmədi, ona görə bu hadisələr baş verdi. Amma əslində günahkarı axtarmaq yox, məsələni kökündən həll eləməyə başlamaq lazımdır. Yəni kimsə günahlandırmaqla yox ki, sən elədin, sən bu cür davrandın. Düzüm mən özüm də özümü hərdən günahlandıram. Görəsən harda biz səhv elədik ki, bizim övladlarımız məsələn indi bizdən bu qədər çox şey tələb eləyirlər. Məsələn bir şey alırsam, axırıncı yaşadığım bir hadisəni deyim. Məsələn marketə girmişik, bildirir ki, bunu istəyirəm övladım və mən ona bildirirəm ki, üstümdə pulum olsa belə, bildirirəm ki, yoxdur. Ancaq bir şey ala bilərik. Amma övladım bundan qane olurmu? Məsələn, psixoloqlar deyir ki... Yoxdur deməyə öyrətməyə çalışırsınız. Yoxdur deməyə öyrətməyə çalışıram. Amma o onu anlamır yenə də. Deyir ki, məsələn, kartla al. Başa düşür ki, yəni indiki zamanənin uşağını aldatmaq mümkün deyil. Deyir, kartla al. Deyirəm ki, kartda da bəs yoxdur. Yox, mən bilirəm, maaş gəlir ayın axırı. Və yaxud da ki, məktəbə bizim devrimizdə qəpik qoyardılar da bir bulka almaq üçün. Məsələn, gündəlik 1 manat pul qoyuruq. Uşağım ondan qane düşmür. 2-ci sinif uşağıdır. Bildirir ki, sinifimizdə 5 manat gətirən uşaqlar var. Onlar gedir bufetdən müxtəlif növ qidalar alır. Mən amma ala bilmirəm. Onların yanında pis oluram. Təbii ki, bunu işlənə mən istəmərəm ki, mənim uşağım kiminsə yanında belə olsun. Amma yenə də onu nəzərə alaraq ki, bu uşağın sonrası da var. Yəni, bu 2-ci sinifdə məndən 5 manat artıq istəyirsə, biz 11-ci sinifə qədər davam eləyəcəyik. Gələcəkdə tank təyyarə istəsə, onu da alamayacaqsınız da təbii ki. Yəni, bunu qısıtlamaq tək valideyndən asılı deyil. Biz, məsələn, ailəvi olaraq öhdəsinə gəlmək üçün müəyyən addımlar atırıq, müəyyən qadağalar qoyuruq, izah eləyirik, başa salmağa çalışırıq. Maarifləndirici müəyyən videolar var ki, onları qoyuruq. Hətta, deyək, son variant kimi biz axırıncı dəfə bu hansı ki, acılıqdan əziyyət çəkən ölkələr var. Həmin övladları, uşaqları biz göstərmişik ki, bax, belə yaşayan körpələr var. Onlar, məsələn, sənin kimi, sən 1 manatı bəyənmirsən, amma o uşaq heç çörək belə tapa bilmir. Amma görürük ki, o an başa düşür, onu anladı. Amma sabah evdən çıxdı, getdi məktəbə. Öz cəmiyyətinə qoşuldu. Öz ətrafına düşdü, o onun üçün düşür axırıncı plana və öz istəkləri ona qalib gəlir. Və bu məsələdə də təkcə ailə, ailənin içərisi və yaxud da ki, məktəbdəki mühit, onu mümkün deyil seçmək, formalaşdırmaq və yaxud da ki, onları dəqiq, onları belə tənbihləmək ki, siz günahkar. Bu opşi bir bəladır deyək də hamımız. Çünki bu dəqiqə əllərində həm də telefonlar var və onlar girirlər, bu xarici YouTube səhifələri var ki, uşaqlar istədikləri oyuncaqlar, istədikləri yeməklər. Biz məsələn, axşam saat neçədir yatırmağa hazırlaşırıq, uşaq telefonda və yaxud da ki, televizorda YouTube qoşuludur. Oradan baxır, deyir ki, mən pizza istəyirəm, mən bu dəqiqə mənə sushi almalısınız. Başa salırıq ki, sən bu gecədir, yatmaq vaxtında sabah mən... Yox, orada Nastya...